burnumu soxaram heç. Siz onu götürün, bunu götürün. Qardaş, iş özümündür, özüm bilərəm kimi götürürəm. O elə bir ofis işidir ki, orada yaşlının yeri yoxdur, cavan işidir o. Deyirsiniz de yaşlıları işe götürün. Yaşlıları işe götürən bütün günü mənim bu polkalarımın altında yaşlılar bütün günü uybala kimi yatırlar. Mən də üzü yumuşaq adam. Üzü yumuşaqlığımdan da qəşəng istifadə eləyirlər. Mən hardayım? Restorandayım, Mavi Dənizdə. Uşaqlar, bu arada restoranımda da indirimlər var. Gülxanım hardadır, nə bilim. Gülxanım nə sizə lazımdır, nə mənə. Ay bala, qonaq var, qarşılayın. And ol Allaha, gör mənə nə qədər pek atırları. Quran and olsun. Gülxanım çarəsiz qalıb aparın evində saxlayın əzizim. Mən neyniyim? Aparın evinizdə saxlayın, elə canınız yanırsa. Mən elədim də. Mən neçə dəfə Gülxanımı işə aldım, şans verdim. O günlərdə gətirdim, 3 gün işlətdim. 150 manat pul verdim, 120 manat taksi pulu verdim, 130 manatlıq əyinbaş götürdü. 2 gün işlədi, 3-cü günü cəhənnəm olub yuxa çıxdı. Elə işə yaramayan insanlar elə mənə qalıb. Hə, bu məmləkətdə. Elə canımız yanır, aparın evinizdə saxlayın. Ki, aparın ərinizin yanında işləsin. Məndən başqa bu ölkədə dükan işlədən yoxdur. Gitsin ayrı yerdə işləsin. Elə bu yaramazlar elə mənim mi qalıb bu TikTokda? Yaramazları əncə mənim üstümə yönəldirsiniz siz. Gitsin ayrı yerdə işləsin, nə məcburdur? Elə kimi iş istəyir, çıxır mənim adımı çəkir. Həci mənə iş vermədi, həci mənə iş vermədi. Həcidən başqa bu ölkədə mağazin işlədən yoxdur. Bakını girəcəyinə düşmüş, çıxacağına kimi. Hər yer dükandır, hər yer mağazadır. Qardaş, gidin rədd olun, gidin ayrı yerdə işləyində. Mənim adımı niyə hallandırırsınız? Mən bunları qınamıram. Bunların yerləri məşhur deyil deyə bu mağazaların yerləri. Çıxıb onların adını çəkə bilmirlər. Həcinin daşı düşüb onların başına. Həci tanınır deyə ancaq fırlanırlar ilə həcinin adını çəkirlər. Mən başım xarab olub da, mən də bilsəydim o vaxtdan tanınmazdım bu ölkədə. Nə bilim belə olacağı. Sap tanınan günümə daş düşəydi. Nə qarsınız orada? Get görüm nədə o? Buraya get. Mikrofonu getir buraya. Sən üçün mundar eləyərəm, sizi gəl bura. İnşallah gəlin çay içəydə restoranda, pul almaram sizdə, qorxmayın. Gəlin bura. Yox, apar, yox istəmirəm. Tortdur, mən tort yemirəm axı. Dexa düşün var, bu da oradan verin. Yox, niş eləyin, mən tort yemirəm, yox, rəyim, niş elə. Valla gəlin çay içə, Allah haqqı. Samavarlar qaynayır, maşallah. Meyvəsindən tutmuş, cürbə mürəbbələrindən tutmuş, ürəyim partlayır. Qəşən pletka şokolatından tutmuş, hər şeyə qədər. Gəlin oturan martdaşaq çay içədə özümüz üçün. Deyək külək. Maşallah, müştərilər deyib gülürlər özləri üçün. Mən tort yemirəm, ürəyim. Tort yemirəm mən. Mağazin tortu vapşim yemirəm. Yeməsəm də illə yadıma düşməz. Evdə pişən tortu yiyirəm arada, hə. Qoşqadam xanımın verilişi bağlandı deyəndə ki, mən Türkiyədə idim, heç məlumatım yoxdur. Bugün səhər saat 4-də gəlmişəm mən, məlumatım yoxdur.
Belə də ki, Xoşqədəm xanım o qədər insanlara yardım edib, bax gözünüzün qabağında yüzlərlə insanların gözlərini həkimlərə ağız açıb əməliyyat eləyib, nə qədər insanlara yardım eləyib. Niyə sevinirsiniz ki, verilişin bağlanmağına? Valla Xoşqədəm xanımın verilişi, mən özümə görə demirəm, mən orada oturub, mən orada qonaq qismində, ekspert qismində mən orada verilişdə otururdum deyə demirəm, and ol Allaha. Mən ki, axırıncı 2 aydır Xoşqədəm xanım məndən xahiş edirdi ki, həcə verilişə gəl, verilişə gəl. Mənim ki, vaxtım yoxdur ya, mən ki, gedə bilmirdim. Sözüm onda deyil. Amma Allah'ın üstünə Allah var, Xoşqədəm xanım nə qədər həkimlərə ağız açırdı, nə qədər rayondan, bölgələrdən gələn insanları pulsuz orada əməliyyat elətdirirdi. Cahid Şahbazova mənim yanımda yalvarırdı ki, sən Allah 20 nəfər var, 10 nəfər var, 5 nəfər var, nə olar, onların gözlərini müayinə elə, onların gözlərini əməliyyat elə. Yalan deyirəmsə Allah mənim bəlamı versin, bu suya and olsun. Ki, efirdə yox ha, efirdən qırağa. O veriliş bağlanmağının nəyinə sevinirsiniz? Bir dənə göz əməliyyatı neçə edirlər, bədbəxin qızı elətdirirdi də. Sonra bunu oxuyan kimlərdir? Kabinetdə oxuyurlar bunu. Allah sən saxla. Onu Ayşat elədi, Ayşat. İnşallah açılar Xoşqədəm xanımın verilişi Allahın köməkliyi ilə. Nəyə görə ki, baxma, Xoşqədəm xanım çox insanlara kömək edirdi. Mən özümə görə demirəm, İndi deyərəm, tərifləyərəm, deyirsiniz ki, həcə sən orada qonaq oturursan deyə tərifləyirsən. Yox, and ol Allaha. Mən ki, uşaq idim. Mən Ələ rayonda idim, İllerikdə uşaq idim. Xoşqədəm xanımın sən axtarıramın verilişi gedirdi. And ol Allah, mən də bazar günü hamı kimi oturub ağlayırdım. Belə valideynlərim baxırdı deyə mən də oturub ağlayırdım. Mən hardan ağlıma gələcəkdi ki, mən böyüyəcəm, mən nə olacam, gedim mən orada qonaq qismində mən də orada oturacam. Həyat gəlib hara çıxartdı adamı, baxam. And ol Allaha. Rəşim! Rəşim, siz dəli bəhəm, ay Rəşim. Məni burada söyənləri atımda zibil kutusuna. Zibil kutusuna atın onları, zibil kutusuna. Mənim həyatda nanam var ya. Mənim nanamın yanına göndərin bunları, nanaçkamın yanına. Hamısı pek profillərdir. Mamaları körpülərin altında hamilə qalanlar. Bilmirəm, öyrəyəm, mən nə bilim bax, mən Bakıda deyildim, mən Türkiyədə idim, mən dünən səhər saat 4-də gəldim. Bugün eşitmişəm ki, Xoşqədəm xanımın verilişi bağlanır. İnşallah ki, bağlanmaz, açılacaq. Hiç danışmamışam da, xəbərim də yoxdur heç. İnan Allah, mən pis söz yazanlar hamısı ağ profillərdir. Fikir verirsiniz. Hamısı abejniklər. Hamısı yenə yazırlar. Nüran at da bunları zibillə. Bunlar at bloka. İşçi lazım. Yazın mənə tarixdə. Valla mən nə qayrım, qurbanım. Mən pozmuşam sizi. Və bu söyüşlər yazırsınız bəyəqdən. Xoşqədəm xanımın verilişindən danışmayın. Elə adi bu TikTok'a da aiddir. Bu söyüş bəyəqdən deyirsiniz ki, pis söz yazmayın. Ay Səidə xanım, at bunları zibilliyə. Və bəyəqdən mənə yazılmayan söz qalmayıb. Ağzına gələn söyüşləri yazırsınız. Bəs bu TikTok'u kim təmizləyəcək? Hə?
Siz Xoşqədəm xanımın verilişinin bağlanmağından danışmayın. Buradakı yazılan söyüşlərdən danışın. Veriliş istədim ki bağlandı, nə bağlandı, nə açıldı. Buradakı söyüşləri necə bağlayacaqsınız? Bundan danışın. Hə? Buradakı söyüşləri necə tutub bağlayacaqsınız? Hə? Buradakı söyüşləri necə tutub bağlayacaqsınız? Vallahi veriliş də düzələr, o veriliş bağlanar, yeri ilahi açılar. Bunlar hamısı düzələn şeylərdir. Bu TikTok'la bu söyüş yazanlar var ha. Bunu necə yığışdıracaqsınız? Bunların evinə necə girib, bunların evini, bunların təmizləyəcəksiniz. Bunlardan danışın. Bu pozğunlar var ya burada, tərbiyəsizlər, ailə tərbiyəsi görməyənlər. Ağza gələni yazırlar səhərdən mənə. Bunların ailələrini kim tənbih eləməlidir? Bayaqdan yazılmayan söyüşlər qalmayıb mənə. Durmaya işim var yanımda. Qayıdıb televiziyaya gələn verilişlərdən danışırlar. Siz gedin birinci özünüz tərbiyə alın, görün sizin böyüyünüz kimdir, sizə kim tərbiyə verib, siz vapşim özünüz kimsiz? Bir gedin özünüzə birinci baxın. O pis yazanlara deyirəm buradan. Siz televiziyadan danışmayın, siz birinci özünüzdən danışın. Birinci adam özündən başlayır. Birinci mən özüm. Bu mənəm də. Birinci özümə baxıram, mən kiməm? Mən kiməm, mən nəçiyəm? Birinci adam birinci özündən başlayır. Siz özünüz bir dəqiqə tərbiyəsizin yekəsisiniz. Başlayın verilişlərdən danışmayın siz. Veriliş belə baxanda mənim nəyimə lazımdır? Mən veriliş yəsi deyiləm, aparıcı deyiləm. Verilişə məni qonaq çağırdılar ki, vaxtım yox idi ki, gedə bilmirdim. Onu qoydum qırağa. Burada məni niyə söyürsünüz siz? Oturub cəmaatın verilişlərindən danışırsınız. Veriliş bizi pozub. Siz də pozulmuşsunuz da elə səhərdə mənə ağza gələn söyüşlər yazırsınız. Mənim telefonum hanım? Bunlar verilişdən danışır. Verilişə min şükür. Sizin söyüşlərinizin qabağında. Əsəbləşmirəm, elə danış, söhbət deyilirəm. Qardaş, veriliş bağlanıb mən niyə bilərəm ki? Qurban olarım ölkəmin qanunlarına. Qanun nədirsə odur da. Mən kiməm ki, nə də deyəm? Başıva dönərəm sənin. Hər kəs bu həyatda özünə cavab deyildi, valla. Mən heç nə deyə bilmərəm. Amma sosial şəbəkələrdən də söyüşləri yığışdırmaq lazımdır. Mən canlı açıram, görürəm orada girib ağza gələni yazırsınız. Birinci o insan, o söyüş yazanlar birinci tutulmalıdır. And ol Allaha. Girib təhqir edirlər bizi. Bu onlar. Çox sağ olun, siz necəsiz? Bəli, Firuz. Sən ölməyəsən, Nunu. Can, başıva dönərəm. Ay Bağırzadə, niyə getmirsən? Səni bura gətizdirə bilmirik, gedənlərə evə səni buradan qova bilmirik. Çıx, get vaxtında gəl, yeri. Oldu mənim, sözüm oldu. Baxışam. Bu maaş veriblər sənə. Bu sənə maaş yoxdur da, bilirsən. Sən verəsən də mən maaş. Mən sənə verməyəcəm bu maaş. Yalan verəcək qardaş. Yox. Sözüm oldu. Get vaxtında gəl işə, yeri. Bana 20 sinəsi olacaqsın. Hə. Sizdat oldu. Hə. Bir hə. Çağırdın. Yox. Daha nə? Kalonkaları qoydun. Qalanqalar başladı. Hə. Kim gəldi? Bu deyərəm də. 20'si. Ne anam söyler? Ya görüm də nədir? Hə. Çox sağ olun. İnşallah ayın 20'si restoranda tədbirimiz var. Bayram gecəsi. Çox sağ olun.
Bəli, Firuz. Saxi, heç nə boş ver Əvrəyim. Sən Allahım, dostlarla açmışam. Mən elə belə iş elanı paylaşdım deyə ona görə canlaşdım. Dedim uşaqlar müasib işi lazımdır. 6-7 dənə təcil olaraq 2 ay maaşı 1000 manatdır. Amma cavan kadr. Ayka, mən nə Gül xanıma kömək eləyim? Gül xanım mənim nəyimdir ki, mən ona kömək eləyim? Niyə? Mənə qalıblar. Uşaqlar, meyvə istəyirəm. Meyvə. Başım ağrıyır, meyvə istəyirəm. Gətir də mənə meyvə. Başım ağrıyır, meyvə istəyirəm. Uşaqlar, gəlin burada, gəlin çay içək, sən Allah. Ürəyim partlayır. Ay can. Valla gəlin çay içib pul almayacağım sizdən. Qəşən samavar çayı, qəşən mürəbbələr, çərəzindən tutmuş. Sən Allah gəlin. Ay Həcə, ay Can, ay Gün Mirzə. Axşamın xeyir ürəyim. Mənim restoranım bulvardadır, Mavi Dəniz. Mən səy adamım da. Mən üçün nə var? Bambalı şeyəm mən. Milləti yığıram başıma, yedizdirim, içizdirim. Sonra da alqışlarına yola salıram, dönəm. Ay xayal, gəl bura. Mənim müdürüm də elə mənim restorana qoyduğum müdür də elə özümə oxşayım. Mənim kimi səydi, gəl bura. Deyə bu da. Deyə mənim müdürüm. Keç bu yana. Mənə belə eləyir. Hər gün mənə sən gelir, deyir, ay həzir. Bir topa adam gəlir, deyir ki. Bu nə? Diray Həzi, bir topa adam burada oturub, dedi ki, pulumuz yoxdur, çay içiblər, meyvəliyiblər, çərəzindən tutmuş belə. Deyir, deyirəm hər şey, halal xoşları geçsinlər. Valla. 5 günü dünyada, onsa ölüm rədd olub, çıxıb gələcək buralarda. Keyf eləyəyizin üstün səni. Hər şeydən pul qazanmaq olmaz ki, ürəyim qurban. Arada hər şey jest eləmək lazımdır, düz demirəm. Valla. O sən ölüm rədd olub çıxıb gedəcək buralardan, Qur'ana and olsun. 5 gündə yaşayırıq, adam kimi yaşayaq kişi. Vallah deyirəm, Qur'ana and olsun. Yiyin için, mən də səy kimi hara gedirəm, cəmatı yığıram başıma. Hamısı mənim ürəyimin yumuşaqlığından gəlir, bu işlər mənim başıma. Qur'ana and olsun. Sabah ayın 20'sidir. Mənə baxın, xayal, gəl bura. Gəl bir dənə planım var sabah axşama. Bura, gəl bura. Sabah VIP otaqda 25 nəfəri stol açırsan. VIP otaqda. Qələti elə, bura gəl. 25 nəfəri stol aç. Qəşəng meyvəsindən, çərəzindən, zadından düzət. Yığışırıq ora. Kim ürək istəyir bizə qatılır. Hə. Buyuruq, deyirik, gülürük, əylənirik. Musiqini də qoysan, oynayırıq özümüz üçün. Sağ olun, sən nətərsən? Ürəyim, mənə 7 dənə boğaltı, 6-7 dənə boğaltır lazımdır. Maaşları 1000 azendir, 1000 azen. İlk ayı ofis işidir. Yaşı da uzağı 30'a qədər. Ondan yuxarı istəmirəm. Cavan kadr. Deyəcəm ki, qız da olsun, oğlan da deyər ki, maddi marağın nədir? Qız olmasın heç, oğlan olsun. Ofis işidir, vergi işlərindən, bank işlərindən yaxşı başı çıxan olsun. Ürəyim. Ay sağ ol. Ay sağ ol səni. Bunu bir dənə mənə verməyə, mənim qonaqlarıma da belə şeylər jest edeyim. Elirsən? Halaldır sənə valla Punhan. Bilmem geldi. Çok sağ ol Zeyim. Kıskan çok sağ ol. Sayda yüreğimde. Öpürəm səni Sayda xanım. Bayramda sən də gəl. Kıskanç. Ürəksən. Çok sağ ol. Ben şir burcuyam da.
Ay uşaqlar. Orada qonağımız var ya, ona bir meyvə verin, verdiniz ora. Dəqiq. Maraqlan bir dənə. Hə? Özün vermirsən. Diqqət edin ha masalara. Şuraya incilik olmaz. Ümumiyyətlə meyvə bütün masalara verin. O yesinlər də nə sən? Ver, bütün masalara meyvə verin ki, yesinlər. Qalb xarab olur orada. Can, ürəyim, ilk ayı 1000 manatdır boğalteriyaların. Mühasiblərin ilk ayı 1000 manatdır. İstir qız olsun, istir oğlan olsun, fərq eləmir. İlk ayı 1000 manatdır. Sonra da hər ay 200-200 qalxacaq maaş. 1500'e qədər. Bu şey əvvəl elə qəşəng idi bu. Türk qış çıxırdı ya. Düşməcə olub. Salam ay Miriya. Yaxşı, mənə yaz. Uşaqlar, bax işlə bağlı, bu boğalter, mühasib işi ilə bağlı. Can, çox sağ ol, ürəyim. Xoşu getdi sənin qız. Ki sənin bax, Hüseyin Dənizin mənə yazdığına bax. Valla mənim sizə yazdığım gəlir. And ol Allaha, dəniz mavisi. Gör nə gündəsən sən. Lakin bunun doğmalarını satışa çıxarmışıq biz, hə? Sən deyirsən, Cəfər deyir ki, mən cihazı yanlışım mən. Xatirə. Cəfər bir burada normal işləsin, gələr, sonra mənim yanıma gələr işləməyə. Cəfər, buradakı işindən narazısan sən? Yox. Hə? Yox. Hə. Hə, ağıllı ol otur yerində. Bu aya sağ ol. Çox sağ olun, siz necəsiz? Can, necə görəm, mən böyük şeyzadam bəyəm, məni haradasa görəsən, ürəyim, dükanda oluram da. Gündüz saat, hər gün saat 6-7-yə kimi dükanda oluram, Həzi Aslanovda falan. Akşam da 6-7-dən sonra restoranda oluram, gecə saat 2-yə kimi. Restoranın bulvardadır, Mavi Dəniz. Ürəyinsi gəlin oturaq çay içək. Valla heç nə bizə lazım deyir, and ol Allaha. Əliyev, xoş gəldin. Öpürəm səni ilkin. Yaxşıyam, Əli. Sən nömrə məndən silinib yazma ürəyim. İnşallah öpürəm sizi. Allah'a emanet qalın. Nə sözünüz varsa mənə tarixdə yazın. Oxuyacağım indi. Öptüm sizi çox. Əli sağ ol Əli. İş üçün ara gel. Nə işi? Nə iş istəyirsiniz? Yaxşı, Mehdi yazsız, oxuyacağım. İnşallah Allah'a emanet qalın.